Salam, axşamınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Prime Sports futbol mərkəzindəyik və AFFA U16 liqasının 13-cü turunda Neftçinin 16 yaşlardan ibarət komandası Sumqayıtı qəbul edir. Heyətləri nəzərinizə çatdırmaq istəyirəm. Başlayaq meydan sahiblərindən. Komandamızda Neftçidə qapını 12 nömrəli Ziya Nuriyev qoruyur. 6 komandanın kapitanı Şikar. Qonaqlarda qapını 1 nömrəli Ülfi Abbaslı qoruyur. 4 komandanın kapitanı Əli Bədəlov. 5 Mehman Dadaşov. 6 Turan Bəndəliyev. 7 Nurlan Kərimov. Ancaq 3 komandanın A qrupunda qalacağı dəqiqdir. Fit səslənir və maç başladı. Uğurlar Neftçi. Müdafiəçilər gəliblər rəqmin cərimə oynaçasına ötürmə qapı qarşısına zərbə və son anda uzaqlaşdırırlar, təkrar zərbə, gol hesab açılır Emil Quliyev. Orada ardıcıl neçə imkanımız oldu, əvvəlcə qapçı, daha sonra müdafiəçilər topu uzaqlaşdırdılar, sonda isə Emil keçirir topu qapıdan Quliyev və bütün komanda gəldilər ora, bütün heyəti o kadra sığdırmaq biraz çətin olacaq. İzləyək qolun təkrarını. Əvvəlcə Fəqan zərbə vurdu, alınmadı. Şikar və Renat da oradadır. Renat uzaqlaşır, fit səslənir. Əli Musazadə qaldı yalnız. Əli Musazadə zərbə qapıya Əlidən, tirdən qaydır. Başla zərbə, gol! Dubledir Emil Quliyev. Əla bir cərmə zərbəsi izlədik. Əli Musazadənin zərbəsindən sonra top tirdən qayıtdı. Başla, sadə bir toxunuşla bu dəfə də hücumu qolla tamamlayan Emil Quliyev olur. İzləyək təkrarını. Əli Musazadə. Bu zərbə çox təhlükəli idi. Tirdən qayıdan top və Emil Quliyev. Renat aldı topu. Renatdan irəli ötürmə. Burada qapıcıdan səhv. Qafar çatacaqmı? Babayev! Qafar Babayev! 3-0. 35-ci dəqiqə Neftçi fərqi artırır. İzləyək təkrarını. Ötürmə Renatdan. Burada qapıcıdan Kobud səhv. Daha sonra Mehman Dadaşovla sürətdə yarışdılar və Qafar. Növbəti ikinciden zərbə yerinə yetirilir. Ötürmə yenə qapıcı. Topu çıxardı həmin zonadan. Həmlə isə davam edir. Mehdi və gol! Mehdi İsmailov! Əla bir golla yadda qalır İsmailov. İzləyək təkrarını. İkinciden zərbədən sonra yenə Neftçi təhlükə yaradır. Qapıcı topu uzaqlaşdırdı. İsmailov orada gəldi. Saxladı, öz üçünə indirdi və hara vurdu topu. 4-0. Yox, top oyuna daxil edilmədi. Hakim ilk hissəni bitirir. U16 liqasının Neftçi Sumqayıt maçında ikinci hissə başladı. İlk hissədən sonra Neftçinin 4-0'lıq üstünlüyü var. Əli Musazadə, Əli yatırmaq keçmədi. Musazadə başla orada topu uzaqlaşdırdılar. Növbəti ötürmə İsrafilovdan, indi sol cinatdan Neftçinin hücumu, ötürmə qapı qarşısına Mehdi və qapıcı daha bir zərbə və 5-0 Renat Əliyev. İkinci hissədə Neftçidən daha bir gol, bu dəfə Renat Əliyev fərqləndi. Mehdi əvvəlcə dubl etməyə yaxın oldu ancaq burada fərqi azalda bilər Sumqayıt futbolçuları və belə də olur. 5-1. Raula dayan top. Və maçın final fiti səslənir.